paylaşmaq, bölüşmək. Təşəkkür Bu oyuncaq edirik. hamımızındır. Ay, sağ ol, bəli. İndi Bəli, bu oyuncaq hamısı hamımızındır. Yəni bağçaya ümumi verilir. Bu ay, oyuncaq hamımızındır. ikinci kiçik qrupda uşaq, yəni Paylaşmalıyıq, belə də bölüşməliyik. 2-3 yaşlı uşaq bunu başa düşür, müəllimə. Paylaşmaq lazım olduğunu. Yəni Bəzən işləmisiniz, müəllimə, ikinci bax qrupda işləmisiniz təcrübəmdə ümumiyyətlə? mən ikinci kiçik qrupda lap əvvəllərdə işləmişəm. Yeri gəlsə mən bütün qruplarda işləmişəm, bəli. Aha, yəni sözümün Hər sualım bir belədir ki, yəni o uşaqlar elə bir izahı və yaxud da elə bir nüansı anlaya bilirlər. Yox, amma təcrübəmdə müəllimə, bax mən rastlaşmışam da. Elə bax bacı qardaş gəlibdi. O bacı məsələn qardaşına həmişə güzəştə gedibdi. Biraz Hə, qardaşı nə deyim, əsəbi uşaq idi. Bu isə belə hər bir şeydə də bax nə bilim yeməyində bacılarla özü şey az olur da, qalardı o ona ailəvi bir verərdi. məsələdir. Bəs yoldaşları ilə Yoldaşlarımla da deyərəm ki, yəni bu ümumidir. Bax bu ümumi oyuncaqdır. Yəni hamınız oynamalısınız. Mən belə eləyərdim. Yəni burada yəni paylaşmalıyıq. Bu ümumidir. Bölüşkünəm. O səninki olsaydı hə deyərdim. Evdədir sənin onda belə oyuncağın. Bu çıxır ki, isə özünkini bağçadakıdır. verməsin, amma bağçadakını paylamalıdır. Nətər? Yox, Onda öz oyuncağını özünkünü verməsin, yəni. özünkünü birinci müəllimə bağçaya axı oyuncaq da gətirmək Ay, olmur da. sağ Bax ol. necə Bəli. hə, bağçaya da olmaz. Hər bir şeyi qadağa olunan kimi, məsələn yeməklərdə də, yəni bağçaya əlavə qidanın gətirilməsi şeyin dövründən, icranın dövründən olandan qadağan qoyulur. Yəni Bəli, bunda da. Yəni heç nə gətirməyin. Sadəcə özünüz. bəli. Burada Təşəkkür hər bir edirik. şeyimiz də var. Ay, sağ ol. Gözəl. İndi bəs burada Minə müəlliməsi də müsahibəyə hazırlaşırsınız deyirsən, hə? Bəli, müəllimə. Bəs sizə bu sual versələr necə cavab verərsiniz? Həmin o sual. Müəllim, İki uşaq mən oyuncaq üstündə dalaşırsa. oyuncağı əllərindən almaram. Çünki mən digərinə versəm, uşaqlar arasında paxıllıq yaradaram. Deyər müəllim onu çox istəyir, məni istəmir. Mən Baxın, oyuncağı belə bir çalışaram vəziyyət ki, var. Deməli Murad oynayırdı, Murad maşınla. bəli. Getdi, Əli onun əlindən dartıb alıb başlayır oynamağa. Murad ağlayır. Əli də deyir, vermirəm, mən oynayıram. Bəs belə olanda Mən çalışaram ki, oyuncağı hər ikisinin əlindən alım. Çünki ayrı seçkilik etməyim də. Uşaqların diqqətini başqa bir oyunlara yönləndirim. Məsələn, maraqlı bir şeylər edim ki, hər ikisi yəni birlikdə oynaya axı Murad bilsinlər. oynayırdı oyuncaqla. Mən onda uşağa başa salaram. Başa salaram ki, digər uşaq oynadıqda onun əlindən almaq olmaz. İcazə almaq lazımdır. Əgər dostun razıdırsa onunla birgə oynaya bilərsən. Təşəkkür edirik. Səbinə müəllimə, siz də müsahibəyə hazırlaşırsınız. Bəli, müəllimə. Siz bu suala necə cavab verərsiniz? Murad oynayırdı, İlk Əli əlindən alıb, bəli. Murad ağlayır. Bəli. İlk öncə biz belə bir halların yaşanmaması üçün uşaqlar arasında əməkdaşlıq, qarşılıqlı əlaqəni formalaşdırmalıyıq, paylaşmaq hissini formalaşdırmalıyıq. Amma bu çox təbii haldır. İkinci kiçik Bəli. qrupda bunu necə eləyərsiniz? Bəli, bu çox təbii haldır. Çünki uşaqlar ən çox oyuncaq üzərində dava edirlər. Təbii Bu ki. zaman məsələn bu uşaq oynayarsa və digəri onun əlindən almağa çalışırsa, ilk öncə bunu sözlə başa salaram ki, olmaz. Axı o oynayırdı. Bunu əldən almaq olmaz və digər uşağı başqa bir yerə yönləndirərəm. Məsəl üçün bir oyuncaq götürərəm, deyirəm, buna baxın, bu çox gözəldir. Mən bununla oynamaq istəyirəm. Siz də oynamaq istəyirsiniz, eləmi? Deyə uşaqların fikrini başqa oyuncağa yönəldirə bilərəm. Və yaxud bir oyuncağın üzərində iki uşağın əməkdaşlığını da qura bilərəm ki, baxın oyuncağımız xəstələnib, gəlin onu həkimə aparaq, biz kiçik həkimləri gəlin onu müalicə edək. Bu kimi yöntəmlərlə uşaqların diqqətini başqa yönə çəkə bilərəm. Yaxşıdır. Başqa fərqli cavab vermək istəyən var bu suala? Eyni təkrar cavablar olmasın. Temu yazılan müəllimə, ekran kaydı, bəli, sual hissəsini eləyirəm. Məsəl, başqa kim hazırlaşır burada müsahibəyə? Aha. 2005 yazılan müəllimə deyir ki, mən cibimdə bir oyuncaq gəzdirirəm, paylaşan cibimdən oyuncağı çıxarıram, baxın uşaqlar görün məndə nə var. Aha, sizin cibiniz. O bir dənə cizgi filmi yadıma düşdü. Yaşlara görə dəyişir də. İkinci körpələr qrupunda uşaqlara yəni paylaşmaq duyğusu olmur axı. Hər oyuncaqdan 3-4 dənə olmalıdır. Bu yanlışdır. Axı dövlət 3-4 dənə göndərmir, bir dənə göndərir.
Bir dənə olmasının da tərəfləri var. Kim Montessori yanaşmasını daha nəsə oxuyubsa, Montessori yanaşmasında niyə hər oyuncaqdan bir dənə olur sualının cavabı var. Kim bilir, niyə hər oyuncaqdan bir dənə olur qruplarda? Əslində Çünki dövlət sizə müəllim göndərə bilər. Bəli. mən Buyurun. bir-birlərini gözləyə bilsinlər, nizam intizamı Ay, sağ öyrənsinlər, ol. ardıcıllığı öyrənsinlər. Bəli, ay sağ ol. Bəs yadınıza gəlsə orada aşağı sözlərin içində Montessori yanaşmasında deyir ki, uşaqlar nizamlı olur, nə bilim, mühit sakit, sərbəst olur. Uşaqlar növbəni gözləyirlər. Hamısı bu bir oyuncaq məsələsinin yəni tərəfdarlığıdır. Üstəgəl də heç bir Azərbaycan bağçasında da yəni bir oyuncaqdan 10 dənə göndərmirlər. Toplar, kubiklər başqa məsələ. Amma dayı maşından 2 dənə göndərim, yox uşağın sayı qədər göndərim. Elə bağça olur ki, heç bir dənəni güclə tapır. Bəs növbə anlayışı nə üçündür burada? Bəli. Biz onlara əvvəlcə uşaqlara növbə anlayışını öyrədəcəyik. Oyuncaq sənin deyil. Evdən oyuncaq gətirmək olmaz. Oyuncaq bağçanındır. Birlikdə oynamalıyıq. Bir də bayaq Murad oynayırdı ha. Əli onun oyuncağını əlindən alıbsa, qaydaları onlara xatırladırıq ki, Əli oyuncağı Murada qaytar. Murad oynasın. Sonra sən oynayarsan. Belə bir sual vermişdilər müsahibədə, elə mənim özümə. Ki uşaq qayıdı ta ki indi Əliyə dedim ki, Əli qaytar, Murad oynayırdı. Murad oynasın, qurtarsın, sonra sən oynayarsan. Əli də qayıdır mənə deyir ki, anama deyəcəm, oyuncaq mənimdir, mən oynayıram. Bax belə bir sual vermişdilər mənə. Buna bu zaman necə reaksiya verməlidir müəllim? Neynəməlidir? Deməli, Murad oynayır. Mən Əli almaq istəyir, deyirəm ki, Muradın növbəsidir. Murad oynasın, qoysun, sonra sən alarsan. O da qışqırır, ağlayır, özünü çırpır yerə. Anamı deyəcəm, mən oynamaq istəyirəm, oyuncaq mənimdir. Amma oyuncaq təbii ki, onu deyir də, oynamaq istədiyi kimi edir. Bəs bu zaman necə? Bax, belə bir sual versələr Minə Mehdiyeva, siz necə cavab verərsiniz? Bakı regionalından olan müəllim varsa, bu Bakı regional sualdır. O verə bilər cavab. Nə oldu Minə müəllimə? Küsdünüz? Yoxdur? Yoxsa müəllimlər bu suala cavab vermək istəyən? Yoxsa mən eşitdirmirəm. Səvinə müəllimə, deyin görüm, açmısınız səsi hazır. Müəllimə, əgər deyir ki, məsələn, anama deyəcəm, sizə elə deyirsəm, deyərəm ki, mən inanıram ki, anan da sənə qayıdıb deyəcək ki, müəllimən əgər sənə bir söz deyibsə, deməli bu doğrudur və müəllimə sənin yəni üçün ən doğru qərarı verir. Ona görə də anan da mən deyən olmasın, uşaq onda biraz qıcıqlana bilər. Yəni doğru tərəfi tutacaq. Yəni biləcək ki, səhv yanaşmalı. Tərbiyə Dünyamalı yazılan müəllim yazıb. Qaydanı xatırladırsınız, Səvinə müəllimə. Uşağın könlünü xoş eləmək burada və sizin qaydalarınız getdi axı çöpə hamısı. Hə, düz deyirsiz, bəli, qayda. Anası zadı onun yəni boş söhbətlərdir. Yəni ana sənin belə deyəcək. Anası da deyəcək ki, ver müəllimə, mənim uşağımı ağlatma. Bir dənədir. Neçə ildən sonra dünyaya gəlib. Düz deyirsiz. Elə sizə özünüzə sual verəcək. Belə bir cavab versəz, ardınca belə bir sual verir. Sualdan da sual çıxır. Anası da deyəcək ki, müəllimə, bəs Murad Əli evdə gəlib deyib ki, müəllimə oyuncağı məndən aldı, Əliyə verdi, ağlamışdı, gözləri qıpqırmızı idi mən onu götürəndə. Ağlatmayın Əlini, müəllimə, nə istəyirsə verin. Biz evdə elə eləyirik. Bir dənə uşaqdır, 6 ildən sonra da dünyaya gəlib. Bəs biz onun hər istədiyini eləyirik. Siz də ona istədiyini verin, ağlamasın. O ağlayanda mən pis oluram. Mən ilk də hiss edirəm onun ağlamasını. Bəli. Ona görə də qabaqcadan qabaqlamaq lazımdır. Yəni uşağa ilk öncə demək lazımdır ki, qayda var. Aysa, uşağa da, valideynə də əvvəldən bəli, növbə anlayışı. Biz belə bir şey var da, bağçada müəllim öyrədir ki, paylaşın, bölüşün, birlikdə oynayın, növbənizi gözləyin. Evdə də ana deyir ki, evdə də mama deyir ki, bananını heç kəsə vermə, özün ye, peçenyanı özün ye. Bax, müəlliməyə tapşıracağım, özün ye ha, Əliyə bölüb vermə. Qırılır, əlaqə qırılır. Sonra da aləm gəlir bir-birinə. O deyirlər müəllimə, üçbucaq. Mənim deyirlər üçbucaq, uşaq, valideyn, müəllim. Gərək hamısının sözü bir ola. Yoxsa həqiqətən əlaqə pozulur. Tərbiyədə vahidlik prinsipi, Kərimovun prinsipi. Bəli, vahidlik. Qaydaları desək, qaydalar. Qayda sizin dilinizdən düşməməlidir. Bəli, müəllimənin silahıdır qaydası. Bəli. Qayda, prosedur, gözlənti, bunlar
Onsuz da Valideyni bir başa salan. qrupu Valideyni idarə başa etmək salmaq üçün. mümkün deyil, müəllimə. Bu valideyn o dediyim kimi uşağını elə böyüdən valideynin, ümumiyyətlə biz valideynlərin tərbiyə təlim işinə o qədər də müdaxilə edə bilmərik. Çünki hər kəsin özünə görə doğruları var, düzləri var. Hər kəsin ailə mühiti başqadır, ailə tərbiyəsi başqadır, ailə qayğısı başqadır. Təbii ki, söhbət edəcəyik, amma deyəcək ki, bağçada budur da, sistem bağçada budur, bu cür işləyir. Bəli, qaydalar ən doğru cavabdır. Əla. Sonra məsəl üçün valideyn sizdən narazıçılığını bildirsə bəs, gəlir deyir ki, müəllimə, bunu belə eləyin, onu elə eləyin. Uşaq neçə ayda bağçaya gəlir, heç nə öyrənmir. Məsəl üçün yazı öyrədin. Filan bağçaya gedir, filankəsin uşağı, o artıq ona qədər saymağı bilir, toplamağı da bilir, amma Murad bilmir, siz keçmirsiniz. Necə cavab verərsiniz? Mən bu zaman da siz deyən kimi də, yəni ilk öncədən biz şərait elə qurmalıyıq ki, valideynlər də bilməlidir ki, müəllimin hansı səlahiyyətləri var, hansını yerinə yetirir. Yəni valideynlər bunları bildikdən sonra məncə bizə belə suallar verməzlər. Versələr də xatırlatmalıyıq ki, biz hər şeyi dövlətin bizə verdiyi proqram üzrə ardıcıllıqla və uşaqlara nə lazımdırsa onları keçirik. Ay sağ ol. Bəli. Bəs iki valideyn müdirə şikayət eləsə bəs? Təbii ki, ola bilər belə hallarda, düz Sizdən deyirsən. O zamanda narazıdırlar. Yəni ki, Səbinə müəllimə yaxşı müəllimə deyil, uşaqlara məşğul olmur, nəzarət eləmir, dayə pampersini dəyişməyib, yemək yedizdirirlər, ağzını silmirlər uşağın, tərs su içirlər idi mən götürəndə, bəs bu zaman. Amma halbuki elə deyil. Çünki siz bəli, deyil. Onsuz da ki, bura konstruktiv, yəni müsbət yanaşmalıyıq məncə müsabiqədə də. Belə qayıdıb deyə bilərik ki, bu sualı bizə versələr, təbii ki, belə bir hallar yaşamaz. Çünki mən özümə güvənirəm. Mən çünki məsuliyyətli, nizam-intizamlı, işini layiqincə yerinə yetirən, hər bir qayda, qanuna, nizam-intizama əməl edən bir müəlliməyəm. Amma deyək ki, belə bir halla valideyn mənə yaxınlaşdı, əsaslı və yaxud əsassız. Təbii ki, bunu araşdırmaq lazımdır. Araşdıraq, faktlarla, dəlillərlə bu görəcəklər ki, onsuz da ki, müdir də görəcək ki, bu əsassızdır və ortaya bu faktlarla çıxacaq ki, belə bir hallar yaşanmır. Həqiqətən də Səbinə müəllimə hər bir şey qayda, qanun, nizam-intizam şəklində yerinə yetirir və valideyn də bunu görəcək və bu bizə yaxınlaşdığı üslubun doğru olmadığını anlayacaq. Təbii ki, burada da sakitlik, təmkinli, mülayimcəsinə, səbirli yanaşmalıyıq. Səadət müəllimə soruşur ki, valideyn məşğələdə oturmaq istəyirsə hüququ varmı? Müsahibə sualı. Bəli, müəllimə, var məncə, var. Çünki o uşağın təlim tərbiyəsi haqqında Sizcə? məlumat almaq hüququ var axı. Məncə yox. Sizcə yox. Məncə sözü səhvdir müsahibədə. Deməli sən əmin deyilsən, atırsan ki, tutduq atıb tutmadı ayıram. Əlbəttə. Valideynin hansı hüququ vardır? Səbinə müəllimə, valideynlərin hansı hüquqları var? Valideynlərin müəllimə uşağı üçün qəyyumluğunda və ya övladı üçün bağça seçmə hüququ var. İstədiyi bir bağçanı seçə bilər. İstəyir dövlət, istəyir özəl, istəyir bələdiyyə. Bu hüququ var. Daha sonra uşağın təlim tərbiyəsi haqqında, sağlamlığı haqqında məlumat alma hüququ var. Maraq meylini qorumaq hüququ var uşağının. Bağçanı seçmək. Bəli. Bağçanı Bağçanı seçmək. seçəndə də valideyn təbii ki, birinci gəlib o iki nərslə tanış olmalıdır. İndi düzdür. Bəli, bəli. Bağçanı az qala valideyni elə bil ki, düşmən kimi bağçaya qoymurlar. Nə o müdiriyyətdən və bağçanın daxili şeyindən asılıdır. Amma heç bir bağça daxili nizamnamədə valideyn qrup bağçaya girə bilməz söhbəti yoxdur. O hətta uşağını bağçaya yazanda mətbəxlə də tanış olmalıdır. Ayaq yulusuna qədər uşağın girib baxa bilər. Amma bizdə necədir? Yəni bilmirəm, bu yaxında düzdür. Belə bir yazdıranda yaxşı qəbul edir, sonra etirazı olanda içəri salmırlar. Və ya yox olmaz, ora olmaz, bura olmaz. Niyə olmasın ki? Nə var ki, girib baxacaq. İstədiyi başını bağlasın, əyninə bir gigiyenik xalat geyinsin, girsin, baxsın, çıxsın. Tanış olmalıdır. Övladını qoyacağı yerindən əmin olmaq üçün çalışır. İlk də qoyanda girib baxır, sonraki dəfə artıq narazıçılıqları olanda bəli, sənədləri, sübutları təqdim edə biləndə onda bizə inanacaq. Bəli, faktlarla. Yoxsa sən gizlin yox kuxniyə olmaz, yox ayaq yoluna baxmaq olmaz, yox ora Onda olmaz. nəsə var orada müəllimə. 100% nəsə var orada. Hə, o da valideyn şübhələnir ki, niyə qoymurlar məni? Deməli nəsə düz deyil ki, qoymurlar. Və sonra sən o qədər andaman elə ki, ha müəlliməyə ki, valideynə ki, müəllimə, valideyn filankəs xanım, yox belə deyil, elədir. O bizə onsuz da inanan deyil. Düzdür. Cahan müəllimə, İctimaiyyətin etimadı qırılıb. Bəli, buyurun. o bir də o siz dediniz mənə uşağım yazı yazmır, o müəllim yazdırır. Mən də belə şeylə qarşılaşmışam ki, bir dəfə də elə bil ki, elə Ona görə müsahibədə belə suallar verirlər də. bəli, bəli.
valideyn elə bil ki, mənim bağçama gələn, elə bil ki, bizim bağçada təmirə bağlanıb da. O uşağını bizim köhnə bağçaya gətirirdi. Digər qonşusu da təmirli bağçaya aparırdı da. Hı. Onlar indi həyətdə iki valideyn qonşular söhbət eləyir ki, ay inanırsan deyir bizim bağçamızda müəllimlər uşaqları 1-ə qədər yatızdırır. Ay belə eləyir. Bu da gəlib bu sözü mənə deyəndə mən onda qayıtdım dedim heç vaxt elə ola bilməz. Deyirəm yaşından asılı olmayaraq 1-ə kimi bütün bağça yatır. Düz deyil müəllimə. Birə kimi yoxsa birdən neçə kimi? Birdə yəni 1-ə kimi güya burada bütün uşaqları gəzdirirlər. O remontlu bağçanın müəllimləri. 1-ə qədər yox. Biz bilirik ki, hardasa ən gecə 1-in yarısı artıq uşaqların günorta yeməyi var. 1-də yataqlarında olmalıdır. Rejim var da. Sahada deyirəm, bəs mən də deyirəm, 1-də ucu bağça yatır, yaşından asılı olmayaraq. O deyirəm, hansı qaydadadır ki, elə yəni təmirə baxmır, o şeyə baxmır. Yox, o rejimdə valideyn də deyir. Yəni çıxmasın, qabaqdan gəlmiş deməyə çalışır. Ay, sağ olun. Bəs mən də həmişə müəllimlərə deyirdim ki, uşaq elə bil ki, valideynləri şey eləmək lazım. Biliyimizlə qabaqlamaq. Düz deyilmi? Ancaq biliklə qabaqlamaq. Demirəm, həyasızlıq elə bunu elə. Ancaq biliklə onları elə. Mənim anam da bu işin işçisidir. O deyirdi, indiki deyir uşaqlardan öncə valideynləri tərbiyə eləmək lazım. Bilmirəm. Belə bir şeydir də. Yəni olur, o hər bir şeydə var. Problem həll etmə səriştəmiz yox idilər. O deyir müəllimə, məsəl üçün deyir, hava vannası, qış vannası, qum vannası soruşdular, bilmədim, kəsildim. Xeyr, orada başqa meyarlar üzrə qiymətləndirirlər bizi. Təbii ki, suala cavab verməyəndən sonra sizin münasibətiniz, sizin bu bilmədiyiniz sualı eşidərkən reaksiyanız, ondan sonra verdiyiniz cavablara uyğunluğu və ya da uyğunsuzluğu, bunlar təhlil olunur. Ay sağ bax, o indi vanna zad qəbul eləmək müəllimə. Bax mən uşaqlıqda getmişəm Nizami rayonunda bağçaya. O da anam orada işləyirdi. O da zavod bağçası idi. O elə bir Rəsul Quliyevin bağçası idi. Onlara baxırdı da Azərneft. Bizim bağçanın hovuzu var idi. Bax orada uşaqlar elə bil ki, hovuz qəbul eləyirdilər. Bax uşaqların çimməyi vardı. Özdə bizim şəxsən nətərdim, idman dərsimizin forması ayrı idi. Nərdivanımız vardı, döşəkçəmiz var idi. O indiyənə qədər o uşaq təfəkkürümdə o qaldı. Özdə o bağçaya mən gedib çox gəlmişəm. 12 qrupbalı bağçaydı, özdə hovuzu da var idi. Hər bir şeyi. Bax orada olurdu. Yəni panamkalar düzdür, biz də qoyurdu. Şortikimiz olurdu. Adicə rezin çəkələrimizə qədər olurdu. Vyetnamka yox, qabağı bağlı. Keçmişin də olurdu. İndi o günün ikinci hissəsi rejimində var ya, deyir uşaqların duş qəbul etməsi, o müəllim, Mikçi müəllimlər oxuyanda təəccüblənirlər ha. Bax bu odur. Hə, var, elə şeylər var. Düzdür. Əvvəllər olub. Bir də yadımdadır, elə bizim bağçada da vardı, nə qədər köhnə də olsa işlədiyim bağça. Şirəli vannalar var idi, yekə. Orada da uşaqlar, özdə termometr zad da olurdu, orada uşaqlar yaxalanırdı da sonra. Yəni bunlar hamısı proqramda əvvəllər olub. İndi o Bilavə müəlliməyə də verilən o qum vannası yəqin ki, köhnə müəllimlərdəndir, köhnə metodistlərdəndir. O sual o işlədiyi vaxtda olub, ona görə də verilir. Bizdə də tələbə vaxtı o şey keçirilirdi. Qum vannası uşaqların yəni qumda uzanması, isti qumla oynaması, təbii ki, gigiyenik stilli təmizlənmiş xüsusi qumdur. Günəş vannası elə bizim uşaqları günün müəyyən saat hissəsində 12-yə qədər, 11-dən 12-yə qədər Aysal, 12-yə qədər uşaq gün zinətə qalxana qədər uşaqlar havada olmalıdır. Müəyyən saat var ki, o da ağacın altında, kölgədə oturtmalıyıq uşaqları. Aysal, günün çox olan. Bəli. Sonra yenə də günün ikinci yarısında uşaqlar yuxudan durandan sonra gəzintidə yenə də uşaqlar. Günəş qəbul vannası əsasən hardasa gün orta 11-12 arasında düşməlidir. Çünki günəşin qəşəng o vitaminli vaxtı o vaxtdır. Amma o 12-dən sonraki 12-2 arası günəşin zenitə qalxıb dərini yandırdığı bir vaxtdır. Ona görə o vaxtda uşaqları gəzintiyə çıxarmaq olmur. Düzdür. O maqnit suallanması da belə şey. Su vannası da Ülkər müəllimə dediyi kimi əvvəllər bağçalarda hovuzlar olub, uşaqları çimizdiriblər, hamamlar olub, vannalar olub, çimizdiriblər. Günəş vannası dedik, qum vannası da qum, yəni bildiyimiz qum. Hovuz var idi. Bəli. Bunlar əvvəldən olublar.
Düzdür. Hər bağçanın da elə bir şeyi olurdu da. Nətər deyim, uşaqlar növbəni. Yəni yadımdadır. Bizim adicə indi tək elə bağçalar remont olunanda idman zalı da olsun. Mən ona çox istəyərdim. İdman zalımız ayrı olsun. Mən onu Bəli. şəxsən istəyərəm. Bəli, musiqi zalı Uşaqlar ayrı olan bağçalar var. Yəni ki, o da geniş, yəni gərək 12 qruplu məsəl üçün bağçada mən praktikada olanda 12 qruplu bağçada olmuşam praktikada və onların musiqi zalı var idi ayrı. Amma bizdə idman zalı deyəsən yox idi. Amma otaqlar geniş idi. Deməli, spalni ayrı idi. Uşaqlar ayrı yatırdılar. Ayrı yemək otağı, bir də ayrıca da mətbəxi vardı. O qədər genişliyi idi. Amma təbii yenə də başqa bağçalar da var. Mənim yəni hazırda olan hazırda müəllimlərim var ki, Səbail rayonu ərazisində, o tərəflərdə genişdir bağçalar. Amma elə müəllimlər var ki, bir qrup otaqda yemək də yeyirlər, həmin otaqda məşğələdir ki, həmin otaqda da yatırlar. Təbii ki, bu yatırlar. infrastrukturdan asılı olan bir şeydir. Yəni mənim, sizin, onun bizə bacara biləcəyi bir şey deyil. Musiqi otağı Amma deyil. Cahan müəllimə, bizdə körpələr qrupunda bax 2 dənəsində elə idi. Yatacaq ayrı, yəni spalniləri ayrı idi. Hə, geniş də otaqları vardı. Bizim Yaxşı. bağça da şəxsən elədi, anam gildə də elə. O ancaq körpələr qrupudur, birinci, ikinci körpələrdə. Amma o birisində yenə də elə olubdu. Yəni yeyəcəkdir, məşğələdir, siz demişkən hamısı birdir. Nargül müəllim, hansı bağçada Yatacaq. olmusunuz praktikada? Bəli, yəni o Kim? dediyim yox, Mən? yox, çat bölməsində yazan müəllimə var, ondan soruşuram. Bəli, bu Ülkər müəllimə. Bu məsələ bağçanın infrastrukturu ilə əlaqəli olan bir şeydir. Yəni binada gərək otaq olsun ki, dövlət o infrastrukturdan təmin eləsin ki, hə, Qərənfil bağçası qəşəng bağçadır. Mənim də orada qrup yoldaşlarım praktikada olublar. İnfrastruktur olsun ki, biz o cür təmin edək də, düzdür? Yəni qrup otaq olsun ki, mən onu spalni kimi və yaxud da nə bilim qonaq otağı deyirəm. Yemək otağı kimi ya da mətbəx kimi istifadə edin və yaxud da istifadəyə verin bir müdir olaraq. Məsəl üçün elə bağçalar var ki, orada məcburi köçkünlər yaşayır və o qrupanın biri zanitdir də, belə bir çıxmasın. Və təbii ki, avtomatik olaraq hansısa bir qrupun otağı zaniti işğal olunub, beləliklə də zəbt olunub və təbii ki, mən orada məsəl üçün o otaq boş olsa, mən ora tutaq ki, bir dənə orta qrup aça bilərəm ya da böyük qrup aça bilərəm. 2 əlavə böyük qrup olar, amma yoxdur. Mən təbii ki, eləməyəcəm. Belə məsələlər bu infrastrukturla bağlı olan nüanslardır və bu bizim səlahiyyətimizdə deyil. Bəli. Sonra başqa suallar verirlər müsahibələrdə. Buyurun, siz verin, biz də Yadıma cavablandıraq. salmağa çalışıram. Bir müəllimin təbii ki, səlahiyyəti çata biləcək qədər bağçada hansı yeniliklər eləmək olar? Yeniliklər. Sizcə, bağçada işləyirsiniz. Sizcə bir müəllimənin edə biləcəyi hansı yeniliklər ola bilər? Bax, müəllimə, mən çox istəyərdim ki, o məsələn elm güşəsi üçün də bax uşaqların tədqiqatı aparılması üçün bax elə bir şey də olardı. Orada və uşaqların hər elə bir rakursdan nə hansı şeydən baxsın, onlar üçün əlverişli bir tədqiqat otağı da, elm otağı kimi. Bax, necə məktəblərdə laboratoriya olur, kimya laboratoriyası da. Bax, elə bir şey olardı. Mən onu arzulayıram. Mən onu istəyərdim ki, o olsun. O otaq olsun. Uşaqlar üçün. Mən düşünürəm ki, biz tamam istəyirsiniz. Bəli. Mən düşünürəm ki, biz yəni orada böyük bir yeniliklər edə bilməliyik. Həm də yeni necə deyim, işlə təmin olunmuş bir müəllimələr olaraq. Yəni infrastruktur falan bunları dəyişdirə bilməsək də, məsələn, keçdiyimiz məşğələlərdə, qurduğumuz oyunlarda, verdiyimiz tapşırıqlarda yaradıcı, qeyri-adi, kreativ bir yeniliklər edə bilərik uşaqlar üçün. Bu daha gözəl, daha məqsədyönlü olar deyə düşünürəm. Bəli, infrastrukturla bağlı bizim eləyə biləcəyimiz, yenə deyirəm, bir şey yoxdur, məsəl üçün. Amma xəfif yüngül eləyə biləcəyimiz, məsəl üçün, maddi texniki bazanı, məsələn, mən plakat ala bilərəm, uzaqbaşı. Bəli. Nə bilim, fərqli bir otağın dizayn dəyişdirə bilərik uşaqlardan daha belə göz oxşayan, daha rəngarəng. Bu havasını dəyişə bilər. Yəni bizim əlimizdən sadəcə bu gəlir. Mən belə düşünürəm. Müəllimə kimi işləsəm inşallah. Yəni bunları edə bilərəm. Ay Cahan müəllimə, bəs bizim bağçamız indi təmirə bağlanıb, düzdür? İndi o layihəni əgər deyirlər ki, bizim bağça gərək binövrədən sökülər. Orada layihəni sən verə bilmərsən mi ki, biz istəyirik belə olsun. Layihəni yürütmək kimi.
Eləyə bilərsə, mən heç kəs bizə qulaq asmayacaq. Bəli, bax müəllimənin eləyə biləcəyi işlər, sərgilər, valideynləri bağçaya cəlb etməyin başqa yolları, ataları cəlb etmək, dəvət etmək, iclaslara iştirakını təmin etmək, portfolio haqqında, proqramımız haqqında məlumat vermək ki, məsələn, sonra gəlib deməsin ki, müəllimə sən mənim uşağıma A-nı, B-ni, C-ni yazmağı öyrətmədin. Cəmaətin bağça uşağı 20-yə qədər, 100-ə qədər sayırsan, mənim uşağımı ona qədər öyrətmisən. Belə məsələlərin olmaması üçün maarifləndirmə tədbirləri deyə bilərsiniz, sərgilər deyə bilərsiniz. Bəli, pikniklər ola bilər, nə bilim, viktorinalar ola bilər, qəşəng maraqlı, əyləncəli tədbirlər ola bilər. Belə şeylər edə bilərsiniz. Yəni durub mən otaq açdırım, belə şey dedim kimi. Otaq olsa elə özləri qrup açarlar da basıda. Mən sərgilər təşkil edirəm. Bağçanın, bax, İlqə müəllimə, belə bir sual da verirlər müəllimələr ki, daha doğrusu müsahibədə ki, bağçanın müdirəsi sizdən narazıdır. Neyniyərsiniz? Yəni, amma siz də deyir, işinizi necə canla başla yerinə yetirirsiniz. Tez-tez sizdə iradlar tutur müdür. Bunu elə eləməmsən, bunu belə eləməmsən. Bax, belə iradlara müəllimlər necə reaksiya verməlidirlər, necə cavab verməlidirlər? Hə, irad tutur. Valla düzü məndə o şey nə mənada elə olmayıb. Əvvəl o gül bayramları təşkil olunurdu. 2016-cı ildən o aprel döyüşlərindən sonra yadımdadır. Ay sağ. Onda eləyəndə bu həmişə mənim müdirəm Allah rəhmət eləsin. Həmişə deyərdi ki, Ülkər sən də bir əl işindən elə. Mən gedib alırdım. Dedi, yox, sən də nəsə eləyən, belə elə. Mən də onda qayıtdım ona dedim ki, Xalidə müəllimə. Deyirəm, ay Xalidə müəllimə. Deyirəm, hər oxuyan molla pənah olmur. Mən neyniyim? Məndə bu şey yoxdur. Ondan sonra o da mənə elə demədi. Yəni elə mən ona belə dedim. Çox anlayışlı qadın idi. Rəhmətə gedib Allah qəni-qəni rəhmət eləsin. Yəni elə şeyim yox idi. Yəni İstəyirdi ki, yəni o da məni belə şey eləsin ki, elə demirəm, amma məşğələmdə var idi, bayramlarda varım idi. Bir dəfə hətta bizdə köhnə xalçamız var idi. Onu da bir şeydə elə bil tikmək istəyirdik də. Tikəndə bunu elə bil ki, işçimizin biri bunu səhv tikirdi. Deyirəm, sən bunu niyə səhv tikirsən? Altdan əvvəlcə elə bil kənar tikiş gedir, sonra üstündən edir. Deyirəm, sən niyə filankəs xala, sən niyə bunu deyirəm belə eləyirsən, bir işi iki eləyirsən, bunu altdan da qoy, üstdən də qoy, bir tikişi getginə. Sonra bunu demişdi ki, deyir, yox, bu yaxşıdır. Yəni belə də, indi olmayan vaxtlarda o rəngli kardonlar, yəni onlardan da mən nətərdir, markirovkalar düzəltmişəm, eləmişəm, çıxış yolu tapmışım onda da. Amma deyim, amma da sərgi üçün belə əl işim, belə şeyim yoxdur. Mən bunu deyirəm. Yəni öz aləmimdə, amma belə bayrama da düzəltmişik. Onda da heç yeni ildə belə şeylər, satışlar yox idi. Biz təzə işləyəndə mən danışıram. 23 ildir. Bəs bəzən elə bağçalar olur ki, indi sizin müdirəniz yaşlıdır. Razində işləyirsiniz? Yox, mən Xətai rayonu Əhmədli qəsəbəsi. Tamam. Deməli, bəzən elə bağçalar olur ki, ya da elə müdirlər olur ki, yəni irad bildirir də müəllimə. İndi nə bilim, ya gəl konflikti var, ya nəsə nə bilim mən, hansısa bir səbəbdən. Siz irad bildirir, nöqtən tutur, müəllimlər bax elə suallar verirlər. Bu zaman müəllim necə eləməli? Amma siz qəşəng hər şey yerində, planınız yerində, hər gün məşqlərinizi keçirirsiniz, canla başla. Müəllim, müdir sizdən yəni irad bildirir tez-tez, dəqiqə başı çağırır yanına, iradlarını bildirir, onu belə eləməmsən, bunu belə eləməlisən, bunu elə yazmalısan, bunu belə yazmalısan deyib. O zaman müəllimlər necə reaksiya verməlidirlər, neynəsinlər bu işin içindən? Valla mən şəxsən özümdən götürürəm. Mən nətər deyim, elə bil ki, onun dediyini mən çalışıram onda özümdə eləyəm ki, yox. Mən özdə elə bir şeyim var ki, məsələn, mən qoymaram ki, məndə nəsə boşluq ola. Mən onu o dəqiqə çalışacağam, öyrənəm, bu düzdürsə eləyəcəm. Mən demirəm, özümü gözə soxacam ki, ay onun qəlbində belə şeyə girim, nətər deyim, yüksəlməyə görə. Yəni o məndə nöqsanı görürsə, mən onu çalışacağam, düzəldəcəm. Xoşluqla eləyəcəm. Bəs nöqsan yoxsa? Bəs hər şey qaydasında edirsinizsə, yəni boş iradlardır da, müəllimə sual verirlər ki, yəni boşdur da bu iradlar. Hər şey qaydasındadır. Hə. O zaman. Ola bilsin gecikməklə, gecikməklə. Yox, siz bilmirsiniz səbəb nədir? Sadəcə olaraq. Müəllimə deyə bilərəm. Buyurun.
Əslində İlker müəllim düz deyir, sadəcə başlanğıcı doğru qoya bilmir, amma dedikləri doğrudur. Məsəl üçün ilk öncə belə bir hadisə ilə qarşılaşsaq, səbəbini soruşarıq. Nə üçün, yəni belə düşünür, nə üçün bizim haqqımızda bu fikrə gəlib, bunun səbəbini araşdıraq. Yəni harda səhvimiz var, hansı yerdə qüsurumuz var, bunu aydınlaşdırıb ortaya bir mövzu çıxdıqda, təbii ki, müəllimlə səbirli, təmkinli, mülayim şəkildə danışıb məsələni aradan qaldırmağa çalışıram və bildirərəm ki, əgər düzdür, mən məsuliyyətli müəlliməm, nizamlı, insanlı müəlliməm, amma ola bilər, bəzi yerdə məsəl üçün səhvimiz ola bilər. Bunu aradan qaldırıb, və aradan qaldıracağımı söz verə bilərəm, əlimdən gələni edə bilərəm. Bu şəkildə yanaşsaq daha düzgün olar. Bəli, yəni bax müəllimə dedi ki, İlker müəllimə dedi ki, bəli, əgər səhvim varsa, təbii ki, Bəli, yəni düzəliş etməliyik. bəli, onu düzəltməliyik. Amma yoxdursa, təbii ki, hansıdır bunlardan? Yoxdursa təbii ki, yenə də soruşarıq səbəbini, Bəli, aydınlaşdırmağa bəli, çalışarıq. Bəli. Bu zaman yəni müəllimə orada aqressiv cavab verir, yox əsəbləşərəm, yox. Hə. Sadəcə ora kompromisə getmək, ortaq məxrəc tapmaq, əgər doğrudan da yanlış varsa, onu həll etmək lazımdır. Bəli. Bir də Cahan müəllimə, nətər deyim, əgər bu kollektivə kimsə rəhbər qoyulursa, mən belə şey eləyirəm ki, yəni o işçilərinlə ana-bacı olmalıdır da. Yəni burada ay mən səni boş yerə sancım, qıcıqlandırım. Yəni əgər rəhbər qoyulubsa, o mənim atamın sözü idi. Böyük kiçiyi incitməz, böyük də kiçikdən inciməz. Mən belə bilirəm. Düz deyilmi? Bəli, təbii ki, o əməkdaşlıq şəklində işlərimizi görürük. İndi bizdə bu kollektiv daxilində yox. Təbii ki, kollektivdə məsələlər başqa olur. Bir-birimizi yola veririk, kompromisə gedirik, dostlaşırıq. Bəli. Amma müsahibədə sual verəndə biraz başqa cür olur da. Müsahibədə müəllim elə cavab verməlidir ki, nə şiş yansın, nə kebab. Amma işləyəndə təbii ki, o konformizm deyilən bir anlayış var. Biz kollektivə uyğunlaşırıq. Bəzən o belə tikanlarımız varsa onları kəsirik ki, uyğunlaşaq. Belə məsələlər uyğunlaşmaq prosesidir. Kompromisə gedirik bir-birimiz üçün. Amma indi müəllimlər, bu da müsahibə qrupu olduğu üçün müəllimləri də belə suallar maraqlandırır. Sonra sual veriblər ki, hanı sual? Tərbiyəçinin hansı sənədləri olmalıdır? Mən deyim. Deyin görək. Tərbiyəsi o da siz də demişdiniz. Elə bir ki, müəllimə bağışlayırsınız, kəsirəm İlker müəllimə üzr istəyim. Yox, buyurun. Çox sağ İlker olun. müəllimə, qulaq as, Səvinə müəllimə səhv desə, onda siz düzəliş edirsiniz. Bəli, düzəliş edirsiniz. Boşluqları. Çünki Səvinə müəllimə stajı yoxdur, bilmir. Bəli, yoxdur. Bəli, məncə müəllimə, mən belə düşünürəm ki, oxuduqlarımdan ümumi uşaqların, yəni qrup jurnalı olmalıdır. Bundan əlavə rejim planı olmalıdır, ümumi planı olmalıdır, valideynlərlə iş planı olmalıdır, uşaqlarla fərdi iş planı olmalıdır. Məncə bunlar olsa, yəni məncə kifayət edər. Amma yenə də əksiklərim varsa, təbii ki, İlker müəllim düzəltsin, o məndən daha məlumatlıdır. Yox, niyə? Buyurun. Elə mən də sizlə bir yerdə öyrənirəm. Yox. Təbii, hər kəsin öz. İndi sonra portfolyodur, planıdır, sonra filtr tabildir o jurnal. Bəli. Düzdürmü? Portfolyo o. Sonra indi düzdür, mən işləyəndə elə şey yox idi. İndi yaşıl jurnal deyirlər. Bax o. Bəli, qrup jurnalı. Elə adı yaşıl jurnalla qaldı. Yox, çünki mən işləməmişəm, amma elə can atıram ki, işləməyə, o şeyləri görməyə. Bunları elə bir ki, təcrübədən keçirdək də. Mən ona can atıram. Necə? Yox, demirəm, bizim bağça təmirdədir. Hə, sizin bağça təmirdədir. Bəli. Hə, 6 il yarımdır. Boy. Onda yəni açılmaq niyyəti yoxdur da, bu qədər təmir olar. Yox, bağçaya gəlmirsə. Bu zaman nə kimi bir tədbir görməliyik, görə bilirik? Uşağı bağçadan çıxarırıqmı? Yox. İndi düzdür, qaydalar dəyişmişdi. İndi bizimkilərlə işləyəndə çox dəyişib. Yox, ona şey eləmirik. Bağçadan çıxmaq yox, söhbəndə yox. Prosta indi gərək nətər deyim, elə bir ki, valideynlə əlaqə saxlamalısan, nə səbəbə gəlmir, nədir, məsələ nə yerdədir, ola bilər də nəsə olubdumu.
Ay sağ ol. Onlar haqqında Bəlkə biz daha məlumat almalıyıq. köçmüşük buradan, daha uşağı bağçaya gətirməyəcəm. Bəs onda necə olacaq? Amma uşağın da adı jurnalda gedir də. Yox, yox, əgər köçübsə yox. O çıxılmalıdır. Hı Bir -hı. mənalı. Baxmayın da, indi nəsə bir Allah eləmir, bir qəza gələr, kim qaça bilər ki? Sonra deyər ki, bu uşaq gəlir, adı bağçada gedir. Ay sağ ol. Siz Bəli. onu Onu mütləq şəkildə, yəni ərizə ilə falan həll bəli, edirik. Təbii ki, bu artıq bizim yox, bəli, müdiriyyətin işi olur. Müdiriyyət bu işlə məşğuldur. bəli. Dəvət edir valideyni bağçaya, bəli. Siz də Maya onu yazılan müəllimə nəsə əl qaldırır. Sözünüz var Maya müəllimə? Yoxsa suala cavab vermək istəyirsiniz? Maya yazılıb. Yəni düz oxuyuramsa əgər adınızı. Bəli, buyurun, səsinizi açın. Səs aça bilmirsiniz. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir. Buyurun. Bu sistemə keçəndən sonra, Hı -hı. yəni bizim icazəmiz yoxdur axı Hı uşaqları -hı. bağçadan çıxartmağa. Bəli, İlker Yalnız müəllimə də elə valideyn onu deyib ki, ərizəsi biz ilə. İlker müəllimə artıq 6 ildir işləmir, bağçası bağlıdır remonta. Aha, o da öz dedi ki, bizim Bəli. işdə başqaydı, amma bəli. İndiki Heç sistemə müdiriyyətin də icazəsi yoxdur. Valideynin ərizəsi olmadan çıxarda bilməz. bəli. Yəni valideyn dəvət olunur, özü Bəli, ərizəni bəli. yazmalıdır. Sonra uşağın, yəni bağçadakı yerinə xitam verilir və həmin bağça, həmin yer sistemə açıq olur və başqa uşağın qəbulu həyata keçirilir. Bəli, Heç kəsin bəli. ixtiyarı yoxdur ki, uşağı bağçadan çıxarsın. Bəs müəllimə belə bir sual veriblər ki, yəni 2 aydır uşaq bağçaya gəlmir, amma onun adını yəni müdir yazır verir də gələn uşaqların içində. Bəs bu zaman necə reaksiya verərsiniz deyirlər. Hə, onu bir dəfə O, qrupda vermişdiniz, bəyənmişdiniz də mənim şeyim. o qanundan kənar işdir. Mhm. Bu Bəs yəni biz müəllimlər olmaz. o Belə bir zaman şey nə kimi olmaz. bir Yəni addım ata bilərik? müəllimə birincisi müdiriyyətə iradını bildirər. Mən özüm işləyirəm bağçada, yəni yalan olmasın 87-ci ildən işləyirəm. Yəni bizdə elə bir şey yoxdur, elə bir hallar yoxdur. Mingəçevirdə işləyirəm mən. 10 nömrəli Qərənfil bağçasında eşitmiş olarsınız pis Mhm. yaxşı adını. Gözəl. Yəni şəhərdə ən belə yaxşı bağçadır. Mhm. Daha doğrusu da bir-iki yaxşı bağçalardan biridir. Çox gözəl. Bizdə elə bir hal yoxdur, ola da bilməz. Bizdə uşaqlar hamısı gəlir, gəlməyən olanda qarşısına qayıb yazılır. Aha. Mütləqdir yəni. Bəs indi müsahibədə sual versəniz, yəni belə hal olsa Mhm. bəs müəllim neynəməlidir Maya müəllimə? Olsa müəllim öz iradını bildirməlidir birincisi müdirə. Mhm. Ona razı olmamalıdır, valideynlə də əlaqə saxlamalıdır. Ki, ya gətirirsən, gətir, gətirmirsən, ərizəni yaz. Boşuna yer saxlama. O qədər növbədə olan uşaqlar var Bəli. ki. Ərizəni yazmırsa, Nargül müəllimə heç nə edə bilmərik. Uşaq 6 yaşı tamam olub, bağçadan məktəbə qəbul olana qədər, yəni keçid edənə qədər heç bir şey edə bilmərik. Ancaq qayıb yazırıq. Düzdür Maya müəllimə? Bəli, müəllimə. Yəni valideyn ərizə yazmır, gəlmir. Çağırırsan gəlmir. Uzaqdayam, vaxtım yoxdur, işləyirəm, gətirmirəm. Çıxartmışam da olmaz. Heç heç nə edə bilmərik. Sadəcə qayıbını yazırsınız. Ta ki o dedi əsgər yaşına çatana qədər. Yəni 6 yaşı tamam olub məktəbə qəbul olanda avtomatik o sistemdən silinir. Yəni Bəli, sənin bəli. edəcəyin heç bir şey yoxdur. Artıq yəni son dəyişiklik, qərardakı dəyişikliklərə əsasən. Amma əvvəl İlker müəllimə qeyd etdiyi kimi əvvəlki proqramdan, yəni əvvəlki sistemdən bəli gəlməyən uşaq, valideyn deyir ki, gəlmirəm, çıxarılırdı uşaq. Çıxarılır deyən sistem yox idi da onda. Heç jurnalda adını silirdin, təzə uşağı yazırdın və salam. Amma indi elə deyil. İndi hər şey Bəli. qanunda. İndi yəni valideynin icazəsi, istəyi olmasa, uşaq bağçadan çıxarıla bilməz. Bu sualdan belə bir sual vermişdilər mənə müsahibədə ki, narahatlıq yaradan uşaq var qrupbanda. Yəni səs salan, oyuncaqları çırpan, arada bir uşaqları da vuran və qəribə hərəkətləri ilə yəni deyək də uşaqların diqqətini yayındıran uşaq var və valideynlər yığışıb gəlir ki, can müəllimə, biz tutaq ki, kim olsun, Məhəmmədi qrupda istəmirik. Ərizə də yazmışıq ki, bu uşağı bağçada istəmirik, uşağı bağçadan, qrupdan çıxardın. O bizim uşaqlarımıza pis örnək olur. Deyir, bu zaman neyniyərsən? Mənə belə bir sual vermişdilər. Bu suala necə cavab vermək olar?
Çıxartmaq olmaz axı. Yəni biz onlara bildirməliyik ki, əgər uşağın valideyni öz istəyi ilə ərizə yazmasa, özü çıxmaq haqqında bir bildiriş verməzsə, biz heç kimi bizim səlahiyyətimiz yoxdur Yox, çıxartmağa. söhbət burada əlilliyi olan uşaqdan gedir. Narahatçılıq yaradan, davranış Əlilliyi. pozuntusu Aha, olan uşaq. bəli, indi başa Mən düşdüm. Biz axı valideynlərlə də söhbət aparacağıq axı. Bir qrupda təbii ki, həm tibbi uşaq ola bilər, həm sağlam imkanları məhdud olan uşaqlar ola bilər. Biz onlar arasında fərq qoymuruq, bərabər imkanlar yaradırıq. Onlar deyən bunları aşılamaq lazımdır ki, yəni empatiya hissini formalaşdırmaq lazımdır ki, düşünün, məsəl üçün o digər valideyn uşağı sizin övladınızı sizə belə bir müraciətlə qarşınıza gəlsə digər valideynlər nə hiss edərsiniz? Yəni bunu ilk Aysa öncə o valideyn həssas olur, düzdür? O valideynlər həssas olur. Bəli, Bəli, sadəcə olaraq burada bizim işimiz həmin uşağın da təhsil, təlim, tərbiyə ala biləcək hüququnun olması, yəni Bəli. digər uşaqların olduğu kimi onun da belə bir hüququnun olduğunu onlara xatırlatmaq, belə bir səlahiyyətimizin Bəli, nə bəli. bizim, nə onların, nə müdirin səlahiyyətinin olmadığını dilə gətirmək lazımdır. Bəs bu Bəli, problemi bəli. necə aradan qaldıraq? Səbinə müəllimə, axı o uşaqlara pis örnək olur, vurur. Müəllimə, onun O diqqətini hərəkətləri uşaqlar gedib evdə təkrarlayır. İstər-istəməz bir valideyn olaraq belə bir qrup yoldaşı olsa uşaqlarınızın narahat olmazsınızmı? Bəli, bəli, düz olar. Amma müəllimə biz axı elə bir mühit yaradacağıq ki, onlar öz necə deyim, o enerjilərini başqa fəaliyyətlərdə göstərəcəklər axı. Bir var ki, uşaq maraqsız qalır, diqqətsiz Siz qalır və defekt ona görə olubsuz. xeyr müəllimə, amma mən Mütəxəssisə müraciət etməlidir. tərbiyəçi olaraq məsələn məşğələdə oyunda başqa yerə yönləndirə bilərəm, amma ondan əlavə təbii ki, defektoloqa, psixoloqa müraciət etməliyik, kömək almalıyıq təbii ki. Bəli, burada cavabınız belə olacaq ki, valideynləri razı salıb göndərə ümumiyyətlə, yəni bu ilk o hədəqəyə çatmamalıdır. Əvvəldən siz təbii ki, həmin uşağın da maması ilə, anası ilə danışırsınız Bəli, ki, bəs onu bu bağça təkcə sizin övladınızı korreksiya eləməz, onu mütləq müəssisəyə də göndərməlisiniz, aparmalısınız. Mütəxəssisin də köməyi, mən də burada əlimdən gələn eləyəcəm, siz də evdə əlinizdən gələn eləyin, mütəxəssisə də aparın ki, bəlidir, tək əldən səs çıxmaz məsələsi. Valideyn də təbii ki, baxın, həmişə bu sözümüz var ki, hətta mən onu özüm də müsahibədə qeyd elədim ki, valideynin məktəbi yoxdur, onlar bizdən öyrənirlər. Təbii ki, indi söhbət hamı üçün getmir. Elə valideyn var ki, doğrudan da bilmir. Bilmir bu insan. Biz müəllim olmaq üçün oxumuşuq. 3 il, 4 il ayaq döymüşük, nə bilim, onun praktikasında olmuşuq. Amma analığın məktəbi olmur. Biz ana olandan sonra ana olmağa öyrənirik. İkinci uşaqda, üçüncü uşaqda səhvlər eləyə-eləyə. Deyirsən ki, ayda birinci, ikinci uşaqda bu cür eləmişdim. Bəs peşmançılıqlar bizi buraxmır. Elə valideynlər, müəllimlər var ki, şəxsən mənim öz müəllimlərim arasında deyir ki, ömrümün o əsas çağını, uşaqlarımın körpəliyində mən istəmişəm. Deyir, əgər o şansı mənə təzədən versəydi, uşaqlarımı böyüdərdim, işə çıxmazdım deyirdi. Yəni bax belə ana olandan sonra, yəni bilirsən də sən müəyyən bir vaxt keçəndən sonra ona görə də valideynlərlə mütləq maarifləndirici söhbətlər aparılmalıdır. Bizdə bir tendensiya da var ki, cəmiyyətdə uşaq onu bilmirsə bağçaya qoy düzələcək. Uşaq danışa bilmirsə bağçaya qoy düzələcək. Uşaq onu bilmirsə bağça korreksiya edici bir yer deyil. Biz bəli, sosiallaşdırırıq uşaqları, öyrədirik uşaqları. İstər-istəməz əgər bir autizm uşaq heç bir mütəxəssis yanına getmirsə belə, davamlı olaraq bağçaya gəlirsə, onun davranışlarında istər-istəməz fərqlər yaranır. Düzdür? Yəni bunu işləyən müəllimlər də təsdiqləyə bilərlər ki, istər-istəməz davranışında əvvəl gələndə qışqırırdısa, oyuncaqlarını atırdısa, səs-küy salırdısa, indi məsəl üçün məşğələ vaxtı oturub biraz qulaq asır. Yeməyini yeməyə cəhd göstərir. Təbii ki, demirik ki, biz autizm uşağı 100% sağaltdıq. Xeyr. Amma davranışında bəli, təsirləri görəcəksiniz. Düzdür. Aha. İclaslar elə edirsiniz Maya müəllimə. Heç valideyn iclası keçir, çünki Ülker müəllimə işləmir, ona görə o sualı ona vermirəm. Yox, mən keçmişəm müəllimə. Əvvəllər iclaslar. Keçirmişəm. Aha, sizdə Bəli, vaxtda var idi iclaslar. Dəvət edir, gəlirdilər bağçaya. Bəli, gəlirdilər. Bax, o iclaslarda nə söhbətlər edirdiniz? Əvvəlcə ilin əvvəlində olanda tədris ilini, mən təqvim ili demirəm. Tədris ilinin əvvəlində elə bir tanışlıq olurdu hər bir şeydə. Sonra elə bir ki, sonra bayramların təşkili idimi, belə şeylərdə. Bəli, Məsələn, elə iclas formaları var da, cari, tematik, yekun.
Caridə başda ilin əvvəlində tanışlıq olur. Planla tanış Bəli, edirsiniz valideynləri, proqramla tanış edirsiniz ki, bax bu bəli, bəli. bu il biz böyük qrupuq, ya da məktəbə hazırlıq qrupu yox. Hərfləri keçəcəm uşaqlarınıza hər həftə bir hərfi. Sonra bəzən təkrarlayacağam. Xəfif yazı texnikalı, kitab texnikası öyrədəcəm. Əl yazısı öyrətməyəcəm. Çünki proqramda budur. Sonra siz gəlib mənə deməyin ki, filan bağçada, filan məktəbdə filan şey öyrədilər. Bizdə proqram verilib dövlətimiz. Biz bu proqramla işləyirik. Sonra deyir şərti şumda kəsirik ki, xırmanda yavalaşmayaq da yəni. Xırmanda yabanı. Bəli, Bəli, tanış bəli. eləyin. Cari iclasın məqsədi bu olur. Tematik iclaslar olur, yəni mövzuya bağlı. İlker müəllimənin qeyd elədiyi kimi bayramlarla bağlı, proqramla bağlı. Bayramdan. Məsəl üçün Bəli, bəli. hansısa bir mövzu qoya bilərsiniz. Uşaqların məsəl üçün televizora baxır. Məsəl üçün görürsünüz ki, valideynlərin əksəriyyəti sizə uşağını bağçaya qoyanda deyir, nə olar müəllimə, xahiş edirəm, Hikməti yedizdirəndə ona telefonla ya da televizoru açın, multika baxması yemir. Aha, o Xatirə xanımla bunu eşidirsiniz, nə bilim Səbirə xanımla bunu eşidirsiniz, sizi narahat edir. Belə bir mövzuda iclas təşkil edə bilərsiniz. Maarifləndirici iclas. Sonra bir ola bilər ki, məsəl üçün xəstəliklərlə bağlı görürsünüz ki, nəsə bu aralar yoxucu xəstəliklər çoxalıb. Əslində qanunla deyirəm ki, bağçamızın yerləşdiyi ərazidəki yaxınlığında olan o poliklinika var ha. Oranın sahə həkimi bizim bağçaya nəzarəti həyata keçirməlidir. Onu dəvət edə bilərik. Çünki bilirsiniz də, elə şeylər var ki, onu biz deyəndə inandırıcı olmur, həkim deməlidir. Həkimi dəvət edə Ay, bilərsiniz. Uşaqların görürsünüz ki, valideynlərin bəziləri uşaqların gigiyenasına təsir eləmir. Məsəl üçün baxmır, dırnaqlarına baxmır, nə bilim saçına baxmır, nə bilim xəstəliyinə baxmır. Onu dəvət eləmək olar, o danışa bilər bu barədə. Bəli, bax tematik iclas deyəndə budur. Yekun iclasdakı Bəli, işin bəli. sonudur. Uşaqlara, valideynləri dəvət edirsiniz. Təbii ki, il ərzində də yenə də uşaqların portfoliyosunu, inkişafının izlənilməsi, uşaqların inkişafı barədə yenə də onları məlumatlandırırıq. Ki, deyir yenə aklına gəlib deməsin. Bəli, bəli. Onsuz da onlar həmişə elə bil ki, bizdə dəhlizdə şkaf var idi. Orada Bəli. onlar həmişə sərgilənirdi. Girişindən olanlar ayrı, girişində belə düz bucaqlı formada şey idi. Onları elə bil pilləkən kimi eləmişdi. Bəli, İçinə də şey bəli. kimi kağız. Şəkillər Bəli, yapışdırılır, əl işləri təqdim bəli, olunur bəli, ki, bəli, yəni valideyn uşağının bu gün hansı fəaliyyətlərlə məşğul olduğunu görə bilsin. O da xoşlarına gəlir bəli. valideynlərin, sevinirlər. Yəni bu yəni O da hamı elə bil ki, keçər. 2 həftə ərzində qalırdı. Bəli. 2 həftədən bir Sonra dəyişirdi də. dəyişməlidir, bəli. Bəli, bəli. Axı 2 həftə plastirin elə 2 ərzində. həftədən bir düşür, düzdür? Yapma işi. Bəli, elə təsviri Rəsmdə rəsmdə, 2 həftə, applikasiyada. bəli. 2 Bəli, həftədən bir düşür aplikasiyada. Çünki Düz. həftədə 2 dəfə təsviri fəaliyyətimiz var. Biri rəsm, biri aplikasiya. O bir həftə yapmaq, Applikasiya. uğraşdırma. Sonra yenə gəlir. Bəli, Ona görə bəli. 2 həftə qalmalıdır, bəli. Bəli, Yəni bəli. hansısa bir yoxlama da gələndə, məsəl üçün soruşanda ki, bu nə qədər müddətdir burdadır, könül rahatlığı ilə 2 həftə deyil. Səbəb nədir? Səbəb odur ki, Proqram belədir. bəli, proqram belədir, bəli. Sonra yekunda da ki, dəvət edirik, yenə də portfolyoları təqdim edirik. Yekun il ərzindəki təqdimat edirik. Bu il bunu elədik, onu elədik, bu bayramlar keçirdik. Uşaqlar gələndə belə idi, indi belədir. Kimi yekun iclas keçiririk valideynlərlə. İclas ola Mən bilər onunla 3, 4, 5 dənə. Düzdür, düz. Biz onu həmişə bizim qrupdan elə bizim bağçamız elə faylların içinə qoyurduq hər uşağınkini. Təhvil verirdi ilin sonunda bütün valideynlərə. Bəli. Düzdür, indi girişi zad verilmirdi, çünki plastilin əzili, əsas onlar idi. Düzdür, düzdür. Sayladı, bəli, yəni ən azı 3. 3-dən az olmamalıdır. Ən az, çünki baxın, cari, yəni ilin əvvəli tematik ən azı bir dənə, yekunda bir də 3 dənə ən azı sənin iclasın olmalıdır. Amma il ərzində ortada 3 yenə də əlavə var, ehtiyac varsa keçirə bilərsən. Bu müəllimənin özünün təşkilatçılıq bacarığından asılıdır. 3-dən az olmayaraq təşkil olunmalıdır. Valideyn ədəl məsələsi Onlar də da çürüyüb şey də. olmalıdır. 12 vərəq dəftərdə. Bəli. İndi də portfolyolar var. Necə? O valideyn iclaslarının da keçirilməsini Təbii ki, elə bil biz 12 protokollaşdırılır. bəli, elə bil yazırdıq. Bəli, protokollaşdırılır və onu da valideyn tərbiyəçinin sənədləri içərisində saxlanılır. Olur. Bəli, bəli. Sonra başqa kimin nə sualı var? Ancaq Səadət müəlliməni maraqlandırır suallar, bir də Nargün müəlliməni.
Məni də maraqlandırır. Yox, yox, Yazanlardan məni də deyirəm, yəni sualıma. Adyal məsələsi də ki, müəllimə, bu yəni hər yerdə müzakirə olunan bir şeydir. Uşaq adyalla yatmaq istəyir, yatsın. Sonra yavaş-yavaş tərk edəcəyik. Adaptasiya mərhələsində ümumiyyətlə uşaqların evdən nəsə gətirməyə çalışması normal haldır. Çünki o yeni mühitə düşür və özünü evdəki kimi hiss etməsi üçün evdən bir parça gətirir, oyuncağını gətirə bilər. İlk əvvəl aylarda icazə veririk ilk günlərdə. Sonra yavaş-yavaş şkafda saxlayırıq, sonra təklif edirik ki, evdən işte gətirməsin. Aha. Cahan müəllimə, indi nəsə bu sual-cavab bizdə qeydə alırsınız. Niyə bağçaya adaptasiya olmaqda şərtli işə girir? Çünki valideyn evdə deyir ki, əvvəlcə uşağı bağçaya yazdırmamışdan qabaq, səni bağçaya aparıb atacağam, bağçada qalacaqsan, götürməyəcəm sözə baxmayan kimi. Düzdür? Sonra da uşağı bağçaya yazdıranda uşaq qorxur ki, Allah, anam məni gəlib aparmayacaq. Və yaxud da valideynlərdən biri kimsə öz uşağını gəlib aparmağa gələndə başlayır ağlamağa ki, onu apardılar, mən bağçada qaldım. Məni gəlib aparmayacaq. Biz uşaq valideyn ümumiyyətlə indi inşallah işə qəbul olacaq da buradakı müəllimlər. İndi bir də gözlə adaptasiya vaxtı. İnşallah hamımız. Mütləq şəkildə o valideyn uşağını bağçaya yazdıranda, gətirəndə deyirsən ki, valideyn, bax səhər-səhər düzdür, səhər-səhər belə olur adətən valideynlər. Qaça məsəl üçün işə gedəcəyəm. Mən özüm də tələbə vaxtı uşaqlarım olandan sonra tələbə olmuşam. Tez bazar səhər-səhər basa-basa geyindir, soyundur, dıqqa. Qaçırdım ki, uşağı bağçaya qoyub dərsə gedim. Sonra praktikaya gedim. Valideyn tələsik, indi işə gecikir, səhər-səhər əsəbi, gərgin, saçını darayır, makyajını bir yandan eləyir ki, uşağı bağçaya atıb işə gedəcək. Müsbət eləmir, məsəl üçün valideyn uşaqla söhbət etmir, ya da buna ehtiyac durmur. Hətta o vaxtı insanın xarakterindən də asılıdır. Məsəl üçün, müəllim valideynlər olur ki, bütün gün uşaqlarla işləyir, yəni məktəbdə, bağçada. Öz uşağına vaxt ayıra bilmir, enerjisi qalmır, sualları cavabsız qalır. Səhər-səhər uşağını bağçaya qoyanda bir sağollaşa bilmir ki, mama qurban, yat dur, məşğələlərdə keç, səni gəlib götürəcəm. Mən də işə gedim, işdən çıxım, pul qazanım sənin üçün, qaydanda götürürsənə də götürəcəm, gedəcəyik evə. Narahat olma, ağlama. Yaxşı, bunu desə uşaq ağlamaz. Amma uşaq naməlum buraxılır. Başa düşdünüz? O bilmir ki, o anası gələcəkmi, gəlməyəcəkmi. Uşaqlar da bilirsiniz ki, mən özüm müəyyən bir yaşa qədər uşaq da yatıb duranda elə bilir ki, bu növbəti gündür. Gecəni burada keçirdi və anası onu oradan götürməyir. Ona görə də valideyn mütləq şəkildə uşağını bağçaya qoyanda səhər-səhər sağollaşmalıdır. Sən yat dur, səni götürəcəm. Ananın bu sözü atanın bu sözü uşağın yəni bütün günkü psixologiyasına təsir edir. Əyilib bir öpsün yanağından, səni çox istəyirəm, səni dostlarla qoyuram bura, mən də işə gedirəm. Gəlib səni götürəcəm. Bu söhbət, valideynin bu yanaşması, bütün yəni o psixoloji sualların, bütün uşağın psixologiyasına gün ərzində yüksəkdir. Nə qədər valideyn məsəl üçün nə qədər desə ki, müəllim ağlama, maman səni gəlib aparacaq, yat dur sən. O sözü uşaq valideyndən eşitmədiyi üçün, yəni onun üçün naməlum qalır. Düzdür. O deyir adaptasiya olmasının əsas səbəblərindən də biri budur. Tam düz deyirsiniz. Tamamilə. Bir də Cahan müəllimə o sualda düşmüşdü. O günləri qarşıma çıxdı ki, valideyni itirmişmi, ya indi də belə uzaq olsun, boşanmış. Yəni valideyn himayəsi yoxdur da, belə düzəməlli elə bir uşaq olsa nə edərdiniz? Bax elə bir onda mən baxdım ki, onda da elə bir şey olub da, mən qarşılaşmışam elə bir şeydə. Bilirsiniz, bu çox acınacaqlı vəziyyətlərdir. Əvvəl indi bizim bağçada rus qrupası da olubdu. Sonradan biri də açıldı. 2 dənə rus qrupamız vardı. Əvvəl nətərdim, Azərbaycan elə bir qrupasına gələn uşaqlarda elə bil ki, o boşanma halları oldu. Bilmirəm, siz də mənlə razılaşarsınız. Elə bil ki, biz rus qrupasına gələn valideynlərə biraz sivil kimi baxırdıq da. Yəni bunu sonra baxdıq, gördük, yox, orada da get-gedə bu acınacaqlı durumdur bir yandan da baxan. Ki, yox, rus qrupasında yəni bir valideyndən məhrum olan uşaqlar gəldi. Elə artdı, bağçada nə qədər oldu da, məsələn. Acınacaqlı durumdur o da. Necə ki, oğlan-qız nisbəti var, Cahan müəllimə. Vallahi onlar adicə bağçada biz onları müşahidə edəndə onlar acınacaqlıdır. Doğrudan elə baxırsan ki, doğrudan sən qrupanda da götür, bağçanda da götür. Bu hallar bütün respublikanı bürüyüb də. Doğrudan
Hə, bax, Demək o olar. mənim bir dənə iş yoldaşım var idi. Neyləmək lazımdır? Müəllim necə ehtiyatlı davranmalıdır burada ki, nə şiş yansın deyir, nə kebab. Həm məşğələnsin, keçsin, həm də uşaqların emosiyalarını çox da incitməsin. Hə, bax, şəxsən məndə 2 dənə uşaq idi. Özdə yatan vaxtı, yerlərinə girən vaxtı idi. Yenə də növbə mənimdir. Hə, burada 2 dənə oğlan uşağı idi. Özdə ikisində, yəni ata anadan ayrılmışdı. Aha. Bu yuxarı elə bil ki, ikinci mərtəbədə yatan uşaq, birinci mərtəbədə yatan uşağa nəsə bu da babasının himayəsində idi artıq. Babasına nəsə söz atdı. Heç mən maraqlanmadım nə söz atdı. Mən də eşitdim. Gəzintiyə çıxarmaq istəyirsiniz uşaqları. Valideynin biri deyir ki, mənim uşağımı gəzintiyə çıxartmayın. Siz deyirsiniz ki, yox, narahat olmayın, geyindiririk, keçindiririk, soyuq olmayın. Deyir, yox, çıxartmayın ki, çıxartmayın. Bu zaman Olub müəllim. Aha, Olub. bu zaman nə kimi tədbir görmüsünüz və ya nə kimi tövsiyə verərsiniz bizə? Onda deyib, elə bil bizə deyib ki, onda siz uşaqları həyətə çıxardanda qoymamışam, qalsın qrupada otursun. Məsələn, xəstədir, nə bilim narahatdır, soyuqdur, çöl belədir, elədir. Biz demişik ki, xeyr, qrupun rejimi var. Gəzinti vaxtı gəzintiyə çıxmalıdır. Əynini isti geyinir. Yəni olmaz, qətiyyən olmaz. Gəzintiyə getməlidir, gəlməlidir. Nə bilim, gəzintidə gedir, qaçır, oynayır, tərləyir, nə olur? Demişəm ki, yəni biz dəsmal qoyuruq, əyni dəyişə bilmərik axı həyətdə. Dəsmal qoyuruq, elə oradaca tərləyirsə dəsmal qoyuruq, gələndə əynini dəyişirik. Yəni heç bir problem yoxdur. Amma bu qrupun rejimidir, bu mütləq olmalıdır. Bu gedir, əgər bu narahatdırsa, xəstədirsə, bu elə təmiz havadır, çıxır da havaya çıxardırıq. Özümüzün yanımızdadır. Yəni yox, razılaşmamışıq heç vaxt. Əla. Bəs, yəni uşağı qrupda qoymaq olarmı bəs? Lap tutaq ki, razılaşsın. Qətiyyən müəllimə. Qətiyyən, uşaq Müəllim nəzarətsiz hardadırsa, qala bilməz. Qala uşaq bilməz. hardadırsa müəllim orada olmalıdır. Müəllim Bəli, ki, bəli, eyni bəli. yerdə ola bilmədiyi üçün, eyni vaxtda siz Bəli. semində təksiniz. Dayədə sizin nəzarətinizdən uşaqlara nəzarət Bəli, edir. bəli. Siz həm qrupda, həm də həyətdə ola bilmədiyiniz üçün neynəməlisiniz? Uşaq mütləq Mütləq sizinlə gəlməlidir. yanımızda olmalıdır. Bəli, əla. Mütləq. Təşəkkür edirəm. Yəqin ki, Nargül müəlliməni qane elədi cavab. Ən doğru cavab da elə budur. Əsla valideynin istəyinə nə uşağı, bu yatmaq məsələsinə də daxildir. Nargül müəllimə və ya da digər müsahibə müəllimləri. Valideyn zəng vurur. Heç olubmu müəllimə sizdə ki, bəs valideyn zəng vurur ki, müəllimə, nə uşağı yatızdırmayın günorta, Muradı yatızdırmayın və ya da Xədicəni yatızdırmayın. Axşamlar gec yatır. Müəllimə, elə bir şey olub, dəfələrlə olub da. Bəs bu zaman nə kimi tədbir görək? Görmüşəm ki, çox dirənir ki, bir dəfə elə bir şey eləmişəm. Qoymamışam uşaq yatsın, amma uşağın yuxusu gəlir axı. Uşaq dayanmır, palazın üstünə yıxılır, yatır. Qoymamışam. Demişəm ki, yatma, maman gəlib aparacaq səni. Elə zəng eləmişəm ki, gəlin aparın. Əgər yatmır deyirsinizsə, yatmasın. Gəlin aparın. Bəs O ondan uşaq sonraki yatmayıb. israrlara bəs necə reaksiya vermisiniz? Yox, qətiyyən yatmalıdır. Uşaq evdə hətta ağlayırdı ki, yəni mən sabah yatmayım, neynəmiyim. Bir dəfə elə eləmişəm, həmən gecədə onlara konsert verib, belə deyim də. O nə yatmayıb, onları da qoymayıb yatmağa. Necə cavab verirsə, yatmayacaqsa, hə, o zaman yatsızdırmır. Günorta gəlir, uşaq yemək yedi, ana aparır. Məsəl üçün icazə alacaqsa, o başqa. O başqa. Bəli. Yox, özüm zəng eləmişəm ki, gəlin aparın, nə yatmır, narahatdır, yatmaq istəyir axı, deyirsiniz yatmasın. Yatmır, uşaqları da narahat eləyir. Yəni bu individual bir, hətta bizim qrup, yəni qoymamışam, razılaşmamışam. Bir dəfə suala necə cavab versinlər? O heç o istisnadır, onu dilimizə gətirmirik. Aha. İndi müsahibədə müəllimlər buna necə cavab versinlər? Valideyn uşağının deyir ki, yatızdırmayın. Axşam evdə gec yatır müəllimə, nə olar? Yatızdırmayın da. O vaxt o güşədə oynasın, oyuncaq verin oynasın. Ay, nə bilim, Kim xanım, xahiş eləyirəm. Bağçanın rejimi var, uşaq da balacadır, böyük deyil. Xahiş eləyirəm, uşağınızı vaxtında yatızdırın ki,
Səhər də vaxtında dursun. Deyir, gec yatır, məsələn, yatmır. Gec yatır, bizi narahat eləyir. Səhər də oyadıb gətirə bilmirik. Ay müəllimə, saat 10-a zorla çatırıq. Bəli, gec. Zəhmət çəkin. Mhm. Zəhmət çəkin. Vaxtında yatızdırın. Uşağınız da burada rejimə öyrənsin. Bir gün, 2 gün əziyyət çəkəcəksiniz. Ondan sonra hər şey yoluna düşür. Yaxşı, Elə də Maya müəllimə, eləyirlər. bundan sonra elə eləyərik. Təşəkkür edirəm. Mən Bəli, sizə burada təşəkkür istirahət edirəm. olmaq. Bəli. Bir də müəllimə söz istəyirəm balla. Buyurun, buyurun. Bir də belə bir şeylər olur. Yəni bu neçə ildə rastlaşmışam. Uşaqdır da ağlayır ki, mən yatmayacağam. Mhm. Valideyn də müəllimə bayaq dedi ki, valideyn deyir ki, gəlib səni aparacam, yatma. Mhm. Olub elə dəfələrlə olub. Demişəm ki, yaxşı yatma. Uzatmışam. Gəl uzanaq. Uşaqlar yatırlar. Gəl uzanaq. Qətiyyən gözünü yumma. Yatmayasan ha. Ay, Elə belə uzan, gəlib səni aparacaqlar. Axı gözünü yumma deyəndə uşaq gözləyir, avtomatik yatır, göz yumulur, qurtardı. Çünki sakitləşir. Yatma, qətiyyən. Özüm də elə olub ki, elə ağlayan olanda da oturmuşam yanında, başını yavaş-yavaş masaj eləmişəm, sığallamışam. Elə də uşaq yatıraq sakitləşir. Yatma, gözünü yumma, qətiyyən, qətiyyən. Uşaq yatıb. Yatıb durandan sonra da şoka düşüb də, yatıb axı. Deyirdim ki, sən yuxuya getdin deyənə mən də verə bilmədim səni anana. Sabah yatmasan, 2 gün, 3 gün deyirdi, yox, özüm yatıram. Yatmaq istəyirəm. O Görürsünüz, dəqiqə müəllimlər, Maya razılaşır. müəllimə sizin üçün burada qızıl kimi məlumatlar verdi. İşləyəndə və müsahibədə bunları qəşəng dəyərləndirirsiniz. Və bu sualları mən də cavablayacağam, amma mən özüm cavablayanda monoton olur. Ona görə də fərqli-fərqli müəllimələrimizdən, yəni təcrübəli, stajlı müəllimələrimizdən sizin üçün qəşəng-qəşəng cavablar toplayıram. Yəni belə qızıl məlumatlar heç yerdə yoxdur. Düz deyirəm? Bəli, bəli. Düz deyirəm. Cahan müəllimə, Aha, bəli. Buyurun. bir də o elə bil bizim bağçamızdadır. O da elə bil ki, Sovet dövründən işləyən Bugünkü iştirakınıza görə hamıya, xüsusilə başda Ülkər müəllimə, Maya müəllimə, bir Cəmilə müəllimə olmaq, Cəmilə yox, Səbinə müəllimə olmaqla hər kəsə təşəkkür edirik. Bir də suallarına görə Səadət müəlliməyə, Nargül müəlliməyə təşəkkür edirik. Və növbəti həftə yenə də gündüz saatlarında deyim ki, belə bir dərs təşkil edəcəm və yığılan suallarımızı, sizi maraqlandıran suallarınızı orada da cavablayacağıq. İnşallah. Oldu. Çox sağ olun müəllim. Siz də Çox sağ olun. olun.